Herkese Samusa kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video keçərkən bu kanala üye olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like edə bilərsiniz. Həmçinin dostlar Telegram kanalım üçün linkini şərhlərdə paylaşacağım. Orada şəxsi analizlərim, kriptovalyuta və səhmlər haqqında xəbərləri paylaşıram. Həmçinin səhm siqnalları da arada paylaşıram ki, hansı səhmləri alıram və s. bunları sizlərə göstərirəm. Gəlin videoya keçək. Bugünkü videoda niyə yatırım etməliyim bu haqda danışacağım. Dostlar, yenə də tradinqə keçdiyim bildiyiniz kimi tradinqdə indekslərin, səhmlərin, qızıl, əmtə və ümumi olaraq bazarların göstəriciləri var. Kriptovalyutada bura həmçinin daxil. Bugünkü videoda niyə biz yatırım etməliyik, niyə investisiya etməliyik bu haqda danışacağım dostlar. Bizim investisiya etməkdə əsas səbəbimiz inflyasiya qalib gəlməkdir dostlar. Gördüyünüz qrafikdə Azərbaycanın son 5 ildə inflyasiya dinamikası var. Gördüyünüz kimi 2021-də 6,7% olan inflyasiya səviyyəsi 2022-də pandemiyaya görə 13%-dən daha çox olub və 2025-də də 5%, 5,5% son olaraq civarlarında inflyasiya səviyyəmiz olub. Buna qida inflyasiyasına daxil eləsə, hər il ortalama Azərbaycanda 6% qida inflyasiyası olur dostlar. Yəni hər il qidalar 6% bahalaşır. Biz əgər ortalama hər il 6%-dən daha çox manatımızı dəyərləndirməsək, deməli biz hər il daha çox 6%-dən daha çox pul itiririk manat üzərindən. Əgər və dollar olsa, yenə də dollar üzərindən. Çünki zaten dollar manata sabitdir. Biz yatırım etməliyik. Niyə yatırım etməliyik? İnflyasiyaya qalib gəlmək üçün yatırım etməliyik. Necə yatırım etməliyik? Bu çox bəsitdir. Kanalı izləyirsiniz, səhmlər tövsiyə edirəm, kriptovalyutalar haqqında danışıram. Və siz də müəyyən investisiyalar edərək yatırımlarınızı dəyərləndirəcəksiniz. Düzdür, məsələn, deyirsiniz ki, müharibə oldu, S&P 500 düşdü, Nasdaq düşdü, Dow Jones düşdü, o düşdü, bu düşdü. Söhbət bu deyil dostlar. Söhbət budur ki, düşsə belə baxın, S&P 500 son bir ildə yenə də 17%-dən çox qazandı. Ola bilər güncəl ildə -4-dür, lakin bu daimi davam etməyəcək dostlar. Müharibə bitəcək, bazar müharibəni saymayacaq və pullar yenidən bazara daxil olacaq dostlar. İnsanlar, ümumiyyətlə insan dostlar, əksər insanlar belədir, hamısı yox. Gözü o qədər də doymayan bir varlıqdır. Ona görə də daimi olaraq yatırım eləyib pul qazanmaq istəyir. Və nəticə etibarilə də bazarlar daim aktiv qalır, bazarlar daim aktiv də qalacaq bu texnologiya davam etdiyi müddətdə. Və nəticə etibarilə investisiya edənlər daim qazanacaq dostlar. Nədən qazanacaqlar? Bitcoin'e yatırım edənlər, məsələn, mən öz yatırımlarından deyirəm, Bitcoin'e yatırım edənlər qazanacaq. Gorilla Technology yatırım etmişik, böyük texnologiya şirkətidir. Müəyyən Marvel Technology var, gümüş, qızıl ETF-ləri var. MSTR MicroStrategy şirkəti var ki, deməli, Bitcoin Holding şirkətidir, Oracle'dır, Nvidia'dır, Rocket Label Corporation'dır. Son vaxtlarda deməli bu şirkəti tanıtmış da son vaxtlarda Artemis 2 layihəsi var idi NASA-da. Artemis 2 layihəsinə görə gördüyünüz kimi 3% yaxın yüksəlib. Həmçinin dostlar, yeni deməli Kosmos deməli şirkətimiz də var. Bu Innovative Machines şirkətidir dostlar. Bu haqda ümumi olaraq bundan sonraki videoda danışacağım. Lakin istəyirsinizsə qısa məlumat verim. Gördüyünüz kimi son 5 gündə 25% yüksəlib. Bunun əsas səbəbi nədir dostlar? Bunun əsas səbəbi budur ki, Artemis 2 layihəsində bu şirkət iştirak etməsə belə Artemis 2 layihəsinin böyüməsi nəticəsində Artemis 3 və 4 layihələri 2028-ə qədər olacaq və nəticədə insanlıq ayda koloniyalar quraraq ayda bir sənaye yaradacaqlar dostlar. Və nəticədə Artemis layihələri Lunar kimi şirkətlər və bunun kimi gördüyünüz kimi kosmos və müdafiə deməli sənayesinə aiddir. Bunun kimi şirkətlərin dəyəri daha da artacaq dostlar. Sizə maliyyə vəziyyətini göstərim sizə ilk öncə baxaq. Gördüyünüz kimi maliyyə vəziyyəti o qədər də qırmızı görünür hər yerdə, amma birinci rüb 2026-da nə görürük? 208 milyon dollar görürük. İllik olaraq nə görürük? 931 milyon dollar görürük dostlar. Yəni bu elə belə rəqəmlər deyil. Yəni Artemis 3 və 4 layihələri uğurlu alınsa, bunun kimi şirkətlər çox yüksələcək dostlar və çox qazanacaq. Aydakı mədənlərə görə və yaxud aydakı müəyyən missiyalara görə bu layihələrdən, bu şirkətlərdən istifadə olunacaq. Və bu şirkətlərin, hətta bu şirkətin, Lunar şirkətinin 2029 deməli gəlir potensialı 1,6 milyard dollardır. 1,6 milyard dollar elə belə pul deyil dostlar və
Gördüyünüz kimi bu şirkət 25-dən 26-ya keçid dövründə 4 qat dəyər artışı, 4 qat dəyər artışı deməli hədəfləyib. Bu möhtəşəm dəyər artışıdır. Yatırım etmək sizə hər zaman pul qazandıracaq. Mənim dediklərim sadəcə məsləhət xarakterlidir. Lakin yenə də investisiya etmək və fərqi yoxdur. Risksiz, riskli, risksiz deyəndə çox az riskli nəzərdə tuturam. Məsələn, Google şirkəti, yəni Alphabet Cloud A səhmləri Google həyatımızın böyük bir hissəsini tutub və yaxud Nvidia şirkəti. Yəni bu dəqiqə mənim video çəkdiyim kompüterdə belə Nvidia'nın deməli çipi var. Yəni onun sayəsində bu kompüter böyük işlər görür. Yəni söhbət bundan gedir dostlar, investisiyalarımızı artıraq, investisiya edək ki, gələcəyimiz daha etibar halına gəlsin, yatırım etmək və yaxud etmək istədiklərimiz. Bugünkü video bu qədər. Sağ olun, kontent videolarda görüşərik.